Hadi. Bak qəşəng oldu. Wow, yes. Hər vaxtınız xeyirli olsun. Bu dəfə sizinlə birlikdə bilinçik boğçaları hazırlayırıq. Bunun üçün ilk olaraq bilinçikimizi hazırlayırıq. 1 litr süt, 1 stakan yağ, 3 ədəd yumurta, 2 stakan yarım un, 3 yemək qaşığı şəkər tozu, 1 paket vanil və bizə lazım olan renkdə qida boyasından qəşəngcə bilinçik xəmiri hazırlayıb 1-2 saat gözlətdirib, daha sonra isə bilinçiklərimizi bişiririk. Xəmirimizi ən az 1 saat gözlətməyimiz mütləqdir. Çünki elə olan zaman xəmir daha özünə gəlmiş olur və bilinciklərimiz çox daha qəşəng alınırlar. Əgər xəmirin içərisində deyəcəklər qalmağını istəmirsinizsə, xəmiri bir dəfə süzgəcdən də keçirdə bilərsiniz. İndi isə keçirik kremimizi hazırlamağa. Bunun üçün soyuq şəkildə olan 250 qram qaymağımızın 33-35% qaymağımızın üzərinə 400 qram labla pendiri, 5 yemək qaşığı pudra şəkəri və 1 paket vanil əlavə edib yaxşıca krem halını alana qədər qarışdırırıq. Daha sonra isə keksimizi hazırlayırıq. Standart keks xəmiri istifadə etdim mən. Deməli 1 stakan süd, yarım stakan duru yağ, 2 stakan un, 1 stakan şəkər tozu, 1 paket vanil və yumurta, 4 ədəd yumurtadan keks hazırlayıb soyutdum. Daha sonra isə videoda gördüyünüz şəkildə bilinçiklərin içərisinə əvvəlcə keksi, daha sonra kremi yerləşdiririk. Sonra isə boğça şəklində bağlayırıq. Üzərinə isə zövqümüzə uyğun olaraq meyvə yerləşdiririk. Bax. Yəmidir. Və servis etməzdən əvvəl son toxunuşlarımızı edirik. Beləcə desertimiz artıq hazırdır. Götür gəl ağılım. Nə oldu? Ne geldi? Oturt değil, yok ömrüm bak. Nerede? Bak qəşəng oldu. Wow, yes. Xoşladın? Hadi. Bak soya ne geldi? Sonra təzəsini düzəldəcək. Gözdə qap gətirin bunları içinə qoymağa. Ya. Həcəm? Ya. Nə niyə? Niye qap? Təzəsini də düzəldəcək axı. Bax. Ben de senden ben de düzeltmiş senden. Ben Güzel. şeyden götürüyorum. Onu small eləmək lazımdır. Bax. A. Yek, ay, sol. Öyle bir kim Aha, vardı? krem buradadır. Aha. İçliyində, gözdən əvvəlcə mamu yerləşdirsin, kekini qoysun. İçliyində deməli labne pendiridir, 400 qram, 250 qram qaymaq, 5 yemək qaşığı şəkər pudrası. Oy, əlin batı, gözlə mamu silsin, gözlə. Bak bu tatlıdır. Həcəm, çox dadlıdır, kremdir də ömrüm. Bu da bakımda. Bax, yəmidir. Şimdi töküyorum. Aha. Ha, tök oğlum. Den, hep vereyim sana. Den. Hadi. Aha. Şimdi stop. Bunu da koy. Wow, so büyük. Koy onu da. Yok, buraya koy da. Bakın ne oluyor. Bakın bu. Gördüm. Gözlə artığını götürək. Aha. İndi gəl bunu bağlayaq əvvəlcə. Bunu qoyaq qırağa. Ay, sağ ol. Əlin batmayıb? Köynəyin batıb. Köynəyin krem olmuşdu. İndi bunu buradan çıxartaq. Niye? Hə? Bağlamalıyıq axı. Bakmayın. Aha. Bu bakacağım. Gözlə, əvvəlcə bax belə eləyirik. Rezinlə müvəqqəti bağlayıram, çünki lent almamışıq. Birazdan çəhrayı rəngdə lent alıb ya da ağ rəngdə ondan bağlayacağım. Ben pink. Pink alacağıq ömrüm. Kimi? Maçtan ışık kemin gitti. Sildim getdi. Niye? Bəs əlim kremi də axı. Gözlə. Duz verirəm. Dəm o var idi də əlimin altında. Kəs. Ay, sağ ol. İndi çeyrək qoyaq. Ben koyacağım. Hansını? Bigindən seç. Ay, sağ ol. Al kuşsana güzelim.
Wow, o kış meleğime. Burası damca açık. Opa, ne güzel. Favor. Yes, lava oldu. O bir istekanı kapısının yanına koyalım. May bakma ne? Bakıram seni ömrüm. Çok sağ olun, mutlu olmanızı. May. Hay canım kızım. Bakma bundan neye bak. Bakma. Wow, sen ne iniyorsun ona? Bak bu yerin pink oldu. Ne kişen oldu ellerin. İşte, mamam acıttı, çıkala bir